Ölkədə su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə görə rüsumlar müəyyənləşib. Yeni qaydalar hüquqi şəxsləri və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsləri əhatə edəcək. Sentyabrın 1-dən etibarən su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə görə ödənişlər qüvvəyə minəcək. Bildiyiniz kimi, su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazə verilmə qaydası 18 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin 554 nömrəli fərmanı ilə təsdiq edilmişdir. Bu ödənişlər su obyektlərindən texniki qurğu və avadanlıqlar vasitəsilə suyun götürülməsi, təmizlənmiş tullantı sularının su hövzələrinə axıdılması və su akvatoriyalarından istifadə hallarında tətbiq olunacaq. Müəyyən edilən tariflərə əsasən sənaye məqsədi ilə Xəzər dənizindən götürülən hər 100 kub metr su üçün 40 qəpik, çay və göllərdən götürülən hər 100 kub metr üçün 4 manat, yeraltı su mənbələrindən götürülən eyni həcmdə su üçünsə 40 manat ödəniş nəzərdə tutulur. Bu qanunvericilik aktlarının təsdiq olunmasının əsas məqsədi Azərbaycan Respublikasında su ehtiyatlarının düzgün inteqrasiyalı idarə olunması, sudan istifadə edənlərin uçotunun, həmçinin də su ehtiyatlarının uçotunun düzgün aparılması, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən suyun israfçılığa yol verilməməsi istifadə zamanı qənaətlə və səmərəli şəkildə istifadə olunmasıdır. Tullantı sularının axıdılmasına görə də ödənişlər müəyyənləşdirilib. Belə ki, Xəzər dənizinə axıdılan hər 100 kub metr tullantı suyunun təmizlənərək axıdılması üçün 1 manat, çay və göllərə axıdılan hər 100 kub metr tullantı suyu üçün isə 4 manat ödəniləcək. Əvvəlcədən qeyd etdiyimiz kimi və adından göründüyü kimi bu xüsusi məqsədlər üçün istifadəyə icazədir və bunun subyektləri hüquqi şəxslər və hüquqi şəxs yaratmada sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdir. Yəni bunun əhaliyə aidiyyatı yoxdur. Bunu ancaq sahibkarlıq fəaliyyəti ilə məşğul olan sahibkarlıq, yəni faydalı şəxslərə aid. Daha ətraflı məlumatları və digər məqsədlər üçün götürülən sular üçün tarifləri isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 aprel 2026-cı il tarixli 99 nömrəli qanunvericilik aktından əldə edə bilərsiniz. Qeyd edək ki, ödənişlərin məbləğləri Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilib. İcazələrin verilməsi qaydası Prezidentin fərmanı ilə müəyyən olunub. Rəşad Vəkiloğlu, Space xəbər.